Herkese salam dostlar. Kanalıma hoş gelmişsiniz. Her birinizi hoş gördük kanalımda. Bugün gördüğünüz gibi təzə ördək balalarımız çıxıb. Hem onlar hakkında məlumat vermək istəyirəm. Hem o çox yumurtlayan macarlar ördəyimiz qırt yatıb, hem onu göstereceğim. Başka bir dənə toyuq bastırmışıq, onu göstereceğim sizlere. Çok üzr istəyirəm. Videomuz bugünlər bu hakkında olacak, bunlar hakkında olacak. Ama videomuzu keçmədən öncə sizdən bir xahiş etmək istəyirəm. Öncəliklə videolarımıza çox xahiş edirəm, sona qədər baxın. Like və yorum atmağı unutmayın. Kanalımıza da abunə deyilsə abunə olun. Bir də ki, buradan mənim YouTube'dan pul qazandığımı bilən insanlar, yəni YouTube'dan video çəkərək pul qazanıram, necə kanal açmaq olar, necə YouTube'dan pul qazanmaq olar, necə video çəkmək olar deyə mənə çox suallar gəlir. O təsdiqləmə kodudur filan da, yəni hamısı ilə bağlı. Əgər bu sizlərin də bir çoxuna maraqlıdırsa, yəni YouTube kanalı açmaq istəyənlər varsa, YouTube'dan pul qazanmaq istəyənlər varsa aranızda, yəni bu sizə maraqlı gəlirsə, çünki Azərbaycanda baxdım belə bir video yoxdur. Yəni heç bir Azərbaycanlı YouTuber bu haqqda məlumat verməyib. Yəni təsdiqləmə kodu nə qədər gəlir, YouTube'dan nə qədər qazancı olur, bununla bağlı heç kim məlumat verməyib. Əgər bu sizə maraqlıdırsa, əgər istəyirsinizsə, mən bununla bağlı sizə video çəkib paylaşa bilərəm, amma bunda heyvanlar görünməyəcəkdir, mən görünəcəm. Bunu sizə sual vermək istəyirəm ki, yəni sizlərə maraqlı olar, çünki mən kanal kontentim tam başqadır. Yəni heyvandarla, təsərrüfatla bağlı videolar çəkirəm. Amma bu çəkəcəyim videoda sırf mən görünəcəm və tamamilə başqa bir mövzu olacaq. YouTube kanalı necə açılır, necə video paylaşmaq lazımdır, sonra nə qədər pul qazanmaq olur buradan, gələn pulu necə çıxartmaq lazımdır, bunlar haqqında məlumat vermək istəyirəm, əgər istəyənlər varsa. Çünki WhatsApp-a yazanlar var. Yoxlamaq istəyirəm ki, əgər bu videonu izləyənlərin çoxunluq bunu tələb eləsə, mən bununla bağlı videolar çəkib sizlərə paylaşa bilərəm. Amma bu hardasa bir və yaxud da 2 video olacaq tam izah eləmək üçün sizlərə və kontinentdən kənar olacaqdır. Yəni heyvanlar görünməyəcək o videoda. Əgər bu sizə maraqlıdırsa, istəsəz bunu çəkərəm və əgər çəkməyimi istəyənlər də bununla bağlı suallarınız nədirsə yaza bilərsiniz. O videoda cavablandıra bilərəm sizlər üçün. Keçək videomuza. Demək dostlar, bu ördəyimiz sizlərə o biri videolarda 8 yumurta var demişdim, altında 9 yumurta varmış, mənim ağlım çaşıb. Qısacası 9 dənə altında dolu yumurta vardı, 10 dənə yumurta ilə bastırmışdım, biri lax olmuşdu, 9 yumurta ilə balalar çıxmışdı, maşallah olsun. Ya ilə 9 yumurta qoymuşdum altına, tam yadımda deyil, videolarımda var, köhnə videolarımda baxa bilərsiniz. Balalar çıxıb, baxın görürsünüz 5 dənə ağ bala çıxıb, 2 dənə macar yumurta satmışdım altına, yadınızdadsa demişdim bu ördəyimizin yumurtalarından. 2 dənə macar çıxıb. Bu deyəsən zümrüdü olacaq ya da ağlı qaralı olacaq. Bu da 100% ağlı qaralıdır. Nəsə beləçinə. Qısacası 9 dənə balamız çıxıb. Maşallah olsun, təsərrüfatımıza xeyirli olsun. Amma yenə onu deyim sizlərə ki, bu ördəklər də artıq satıldılar. Az öncə TikTokda canlı yayın açaraq bu ördəklərimizi satdım. Birazdan gəlib götürəcəklər. Keçək bunların qısa, çünki məndən çox soruşan olur. Ördək 36-37 günə çıxır. Hər videomun altında ördək göstərdiyim videonun altında deyirlər. Lal ördək 36-37 günə çıxır. Yerli pekinlər 28-30 günə çıxır. İndi yay aylarında havalar istidir. İndi bastırdığınız ördək məsələn 35 günə də çıxa bilər, 36 günə də, 34 günə də. Hətta deyənlər var 32 günə kimi çıxıram. Mən 34 gündən tez görməmişəm. Yəni ən tez 34 günə çıxan olub məndə. Ondan tez görməmişəm, amma deyənlər var ki 32 günə də çıxır. Soruşanlar olur, lal ördəyin altına neçə dənə yumurta qoyun. Birincisi, bu ördəklər zaten öz altını qədər yumurtlayır. İndi ola bilər ki, mənim o macar ördəyim kimi sizin də ördəyiniz çox yumurtlayıbsa və yaxud da ki, əlinizdə 2 ördəyin yumurtası var, birini yığmaq istəyirsinizsə, düşünürsünüz ki, görəsən altına sığar sığmaz. Ördəyin altına nə qədər yumurta sığırsa o qədər qoyun. Məsələn, bu ördəyinizdə əlinizdə var 20 dənə yumurta, məsələn deyirəm. Gətirin qoyun altına. Gördünüz 20 dənəsi sığmadı. Gedin bir dənəsini, 2 dənəsini götürün. Baxın da özünüz görün ki, nə qədər artıqlıq eləyir. Baxın görün haçan ki ördək altına tam sığışdırdı, amma bir günlə də qanı ölmür. Çünki ilk qırt yatan günü biraz daha yerin rahatlaya bilmir də. Qoyun bir gün keçsin, eybi yoxdur. Onda yumurtalar xarab olmur. Bir 12 saat, 15 saat, nə bilim, 24 saat keçsin. Gəlin baxın. Görün altına nə qədərsə sığmayıbsa, o qədərini götürün altından. Mən elə eləyirəm. Əgər əlinizdə çox yumurta varsa, belə də ki, lal ördəklər altına nə qədər sığırsa, zaten demək olar ki, o qədər yumurta yumurtlayır. Yay aylarında isə ördəyin, toyuğun nə bastırırsa altına biraz artıq yumurta qoymaqdan narahat olmayın. Çünki havalar isti olduğu üçün yumurtalar xarab olmur. Elə çıxardır. Zaten mən bunun videolarını çəkib qoymuşam sizlərə. 5 gündən sonra, 6 gündən sonra toyuq yumurtalarından 3-4 gündən sonra baxırsınız,
İçində boş olanları, dölsüz olanları götürürsünüz. Zaten altında biraz yüngüllük yaranacaq. Ona görə 1-2 dənə artıq yumurta qoymaqdan, yəni yay aylarında çəkinməyin, narahat olmayın. Nə qədər yumurta qoymaq lazım deyənlər də özünüz də altına qoyursunuz. Nə qədər sığırsa o qədər qoya bilərsiniz. Əlavə olaraq qısa olaraq üstündən keçim. Yay aylarında ördəklərinizi susuz saxlamayın. Çox xahiş edirəm. Yem nə verirəm mən? Başlanğıc broiler yem verirəm ilk başda. Yumurta vermirəm. Şəkərli su vermirəm, ehtiyac yoxdur. Versəz belə, nəyəsə şəkərli su versəz belə, ilk çıxanda 1-2 saat verin, götürün qabağından. Yəni 24 saat, bir gün, 2 gün qabağında şəkərli su qalmasın. Daha sonra arada oksitetraskirinli su verin, və yaxud da ki adi testosteronlu. Qarın ağrı üçün nə istifadə edirsinizsə ondan. Çünki yay aylarında biraz qarın ağrıya bilir. Onun üçün bunlara diqqət eləmək lazımdır. Daha sonra nə deyəcəydim sizlərə? Soruşanlar olmuşdu ki, çay verən olur. Bəli, mənim nənəm qabaqları elə verirdi. Çay tünd rəngdə eləyirdi. Elə tökürdü cücənin, hündüşkanın, ördəyin qabağına, qarın ağrısına xeyir eləyirdi. Bu kimi şeylərdən də istifadə eləyə bilərsiniz. Nəysə, bu ördəklərlə bağlı bu qədər. İndi keçək bu lal ördəyimizə. Baxın, bu lal ördəyimiz artıq bugündən qırt yatmaq istəyir. Altında sayım görüm neçə dənə yumurta var, sizə deyim. İndi deyəcəm niyə azdır burada. 2, 4, 6, 8, 10, 12, 13 dənə. 13 dənə burada yumurta var. Bu heç, bu burada. Burada neçə dənə yumurta var? 13, 14, 15, 16, 17, 18, 19, bu da 20 dənə yumurta. Deyirsiniz ki, Ayxan, nə oldu bunun yumurtaları? Mən bunun yumurtalarından 15 ədəd toyuğumuz qırt yatmışdı. İndi gedib sizə göstərəcəm. Onun altına qoydum. 15 ədəd elə onun altında qoydum, qırt yatırdım o. Çünki gördüm yumurtalar xarab olacaq. 2 gün, 3 gün bundan qabaq tam tarixə baxaram. Videosunu da çəkmişəm. İndi bunun arxasıcan qoyacağam. Bu da şükür edirdim ki, ikisi də bir yerdə yatsın. Çünki bunun güney balalarını alıb o toyuğa vermək istəyirəm. Nəsə indi o toyuğun yanında danışarıq. Eləcə bunun altında indi özünün hardasa qaldı 20 yumurtası. Deməli 5 dənəsinin yumurtanın da 15 dənəsini də toyuğun altına qoymuşam. 35 yumurta yumurtamış oldu. İndi hələ bugün bu yatmaq istəyir. Görürsünüz ki, hələ tam da ağırlaşmayıb, belə demək lazımdırsa. İndi bu hələ bir dənəsinin, ola bilər ki, lap 2 dənəsində yumurtasını, yəni bu onsuz birinci dəfə qışın qış günündə 22 yumurta ilə yatırmışdım. İndi hal-hazırda altında yumurtası var. Lap maksimum 2 dənəsinin yumurtasının yenə altına sığacaq qədərdir. Bunda belə bu günləri qırt yatırmış olduq. Bugün ayın neçəsidir 10 deyib sizlərə. Bugün ayın 20-sidir. Beləcə bunu da qırt yatırmış olduq. Bugün hələ bugünkü yumurtasını çox güman ki, bu hələ yumurtamayıb. 20 yumurta ilə bunu da yatırmış olduq. Xeyirli olsun bizlərə. Bu ördəyimin damazlığını əlimdən kəsməyəcəm. Çünki həm çox yumurta yeyir, həm də qəşəng iri ördəkdir. Yaxşı da qırt yatır. Bu da dediyim kimi bizə xeyirli olsun. Bunu da dedik. İndi keçək sizlərə toyuğumu da göstərəcəm. Onu necə qırt yatırdığımı göstərəcəm. Lal ördəklərimizdə deyim kimi bununla bağlı mənə yazmıyor. Çünki analı qarışıq bu ördəyimdə satılır. Desəz ki, Ayxan, niyə analı qarışıq satırsan? Onu da izah edeyim sizlərə. Dostlar, mən bir neçə aylıq bir yerə getmək məcburiyyətindeyim. Başqa bir rayonda olacağım. Bir neçə aylıq. Yəni, bunu dediyimə görə narahat olmayın. Videolar dayanmayacaq. Çünki həm evə gəlib gedəcəm, həm də çox istəyirəm. Ördəklər aparmağa gəlirlər, onu zəng elədilər. Ona görə söndürmə məcburiyyətində qaldım. Qısaca mən bir neçə burada olmayacağım. Yəni narahat olmayın. Həm bura gəlib gedəcəm, həm də belə deyim də sizlərə video çəkib stoklayıb gedəcəm. Yəni 4, 5, 6 video çəkib gedəcəm. Hər gələndə videolar çəkib, yəni yenə də sizə videosuz qoymayacağam. Yenə bu payız aylarına, aktiv video paylaşdığımız aylara yenə təkrar qayıdıb gəlmiş olacağam. Təkrar sizlərə video çəkəcəyim inşallah. Onu da deyim sizlərə. Məlumatınız olsun ən azından. Bu ana ördəklərində niyə satdığımı dedim. Yəni mən burada olmayacağam. Bunlar təkrar yumurtlayacaq. Nə bunların balasını satan olmayacaq, nə də maraqlanan olmayacaq. Heyvanımız çoxdur heyətdə. Anam tək çatdıra bilmir. Ona görə analı qarışıq satıram. Zaten bala ördəklərimiz var. Genelde yenə fərə ördəklərdən özümüzə damazlıq saxlayacaq inşallah. Dostlar, bugün bu toyuğumuzu qırt yatıracaq. Ayın 17-sidir. Allah'ın izniyle inşallah. Deməli, ördəyimizin yumurtası gördüm ki, artıq 33 dənə ördəyimizin yumurtası var. Düşündüm ki, bunun əvvəlki yumurtalar çox güman ki, xarab olub. Xarab olmayıbsa da belə 1-2 günə xarab olacaq. Ördək də yumurtamağa davam edir. Düzdür, ilk dəfə 40 yumurta yumurtamışdı. Yəni ikinci dəfədir bu yəni yumurtayır. 40 yumurta yumurtamayacaq, bu bəllidir. Daha az yumurtayacaq.
Amma görürəm ki, hələ yumurtayır. İndi 3 dənə, 4 dənə, 5 dənə nə yumurtayır bilmirəm. Baxdım ki, bu toyuğumda qırtı olub. Bu bilirsiniz hansı toyuqdur? Bu ördəklərimin anası var idi. Birinci səfər ördəklərimi bu saxladı balaları. Burada da o qədər ağca qanad var ki, adamı yeyirlər. Neysə, birinci dəfə ördəkləri bu saxladı. Gördüm ki, bu toyuq təzədən qırt yatıb. Elə fikirləşdim ki, bu toyuğun özün burada toyuqlar yumurtayırdılar. Köhnə bir qutuda içinə lazım olmayan əşyalardan zaddan atmışıq. Neysə, dedim ki, elə bu toyuğu qırt yatırım. Ördək də yəqin ki, uzaqbaşı 3 günə, 4 günə, 5 günə nəsə yatacaq da bu 40 dənə yumurta yumurtamayacaq. Bu bəllidir. Daha az yumurtayacağı üçün birazdan qırt düşəcək. Yenə çıxan balalar da həmçinin verərəm bu toyuğa. Bu toyuğumuz baxar inşallah. Eləcə yumurtanın 15 dənəsini çalışdım ki, ilk köhnə yumurtalardan seçim. İndi neçəsi dolu çıxar çıxmaz yumurtalar bilirsiniz də 33 yumurta az deyil. Bilsəydim daha öncədən qoyardım. Neysə, bu toyuğumuz elə gördüm qırt yatıb, altından fal yumurtanızı da götürmüşəm. Dedim elə bərabər sizlər üçün çəkək. İndi bu videonun arxası, əvvəli, indi harasınasa nə qoyacağam bilmirəm, nə çəkəcəm bilmirəm. İndi yaxın günlərdə yatsa elə o ördəyi çəkərəm. Və yaxud ki, ördək balalarımız çıxacaq, onlarla çəkərəm. Nəsə arxasına, önünə nəsə bir video qoyacağam. Çünki bu qısa olacaq da bildiyiniz qədərilə. Elə sizlərlə bərabər bu toyuğu bastıraq deyirəm. 3 5 7 8 9 10 11 12 13 bu da 14 15 seçmiştim axı mən. 3 6 9 10 11 12 13 15 dənədir, hə, 15 dənədir. 4 5 6 7 8 9 10 11 12 13 14 Gülmeyin, xahiş edirəm mənə. 3 6 7 8 9 10 11 12 13 14 dənə. Mən 15 yumurta seçmişdim axı. Neysə, yəqin ki, əski seçmişəm. Qısacası altına qoyduq bunun yumurtaların. Xeyirli, bərəkətli olsun bizim üçün. Yəqin ki, bir dənəsini əski seçmişəm. Orada qalıb, indi onu gedib taparam. Çünki yumurtalar çox idi, dağılmışdı saman zadının içinə. Biz də 3 ayrı yerə qoymuşduq o yumurtaları ki, görək hansında ördək istəsə orada qırt yatsın. Yumurta çoxdur, dayanmadan da hər gün üstündə yatıb durub zayi eləməsin yumurtaları. Neysə, beləcə 14 dənə bunun altında yumurta olmuş oldu. Burada saxsağan gəlib gedir dostlar. İndi bu saxsağandan bunu qorumaq lazımdır. İndi gedib bir dənə də yumurta gətirib oradan qoyaram altına. Yəqin ki, əski seçmişəm. Burada saxsağan gəlib gedir. İnşallah bu toyuq ayaqazada duranda bu saxsağan gəlib yumurtasını yeməz. Beləcə bunun zadı qoymuşduq bura ki, güya biraz gizli yer olsun. Toyuqlar yumurtaya daxı burada. Neysə, indi inşallah saxsağan bunun yumurtalarından götürməz. Yəni belə yatanda götürməz. Prosta bu arada durur gedir istidə. İndi gündə bir dəfə, 2 dəfə durur gedir, su içir, gəzir, eləyir, dolanır, təzədən gəlir və yaxud da yem yeyəndə filan inşallah o arada girib saxsağan yumurtasından götürməz. Elə bunu da bastırıq. Dediyim kimi bugün ayın 17-sidir. İnşallah o bir ördəyimiz də yatsın. Tez yatar, yəni 1-2 gün içində yatar ki, məncə də uzaqbaşı 3-4 yumurta yumurtayar, artıq yatar. Yatsın, yenə balaları bu toyuğa vermək istəyirəm. Çox da qəşəng bala saxlayır. Özü yumurtamır. Düşünün, ördəkləri bugünə kimi saxlayırdı. Yumurtaya düşdü. 7-8 yumurtayı təzədən qırt yatır. 7-8 yumurtayı qırt yatır. Elə ona görə elə bunun özün qırt yatırmağa daha çox çalışıram ki, onsuz yumurtamır. Özdə ayılmağı da o qədər geç çəkir. Yəni atırsan bir yerə 10 günə ayılır. Ona görə elə bu qırt düşdüyüzdən çalışıram ki, bunu bastırım, canım qutarsın. Amma onu ayılmaq zülmdür. Həm də belə qəşəng bala saxlayır da, elə çıxarsın balasından saxlasın. Neysə, indi yəqin toyuq özü yığar altına bu yumurtaları. Biraz saymada çətini çəkdim. İndi deyəcəklər bu nə savadsız insandır, amma nəsə çaşdım biraz. Belə, sağ olun dostlar, salamat qalın, kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Yeni videolarda inşallah görüşmək diləğiyle.